Dövrəyə 15 ohm və 5 ohm müqavimətli 2 naqil ardıcıl birləşdirilib. V1 voltmetri 40 volt gərginlik göstərir, V2 voltmetrinin göstəricisini təyin edin. Bunun üçün əvvəlcə voltmetrlərin hansı müqavimətlərdəki gərginliyi göstərdiyinə diqqət eləməliyik. V1 voltmetrinə baxsaq, V1 voltmetri R1 və R2 müqavimətli naqillərin sıxacları arasına birləşdirilib. Yəni R1 və R2-dəki gərginliyi bizə göstərir. R1 və R2-nin ümumi müqaviməti təbii ki 20 ohm olacaq. Çünki bu naqillər ardıcıl birləşdirilib. Ardıcılda da ümumi müqaviməti təyin eləmək üçün müqavimətləri cəmləmək lazımdır. R1 15-dir, R2 5-dirsə, onda buradakı müqavimət ümumi olaraq 20 ohm olacaq. İndi V1 voltmetrinin göstəricisini bilirik 40 voltdur. Ölçdüyü müqavimət 20 ohmdur. Onda bu dövrədən keçən cəryan şiddətini tapmaq olar. I bərabərdir U bölünsün R. U 40 volt, R 20. Onda cəryan şiddətimiz 2 amper olacaq. Yəni dövrədən 2 amper cəryan şiddəti axır deyə bilərik. İndi V2 voltmetrinin göstəricisini təyin eləmək lazımdır. V2 voltmetrinin göstəricisini təyin etmək üçün baxırıq ki, V2 voltmetri R2 müqavimətdə birləşdirilib. Ona görə də R2 müqavimətdəki gərginliyi göstərir sadəcə. Onda V2 voltmetrinin göstəricisi U2 bərabərdir. Cəryan şiddəti I vurulsun. Ölçdüyü müqavimət R2 yaza bilərik. Cəryan şiddətimiz 2 amperdir. R2 müqavimətimiz isə 5 ohm olaraq verilib. Onda deməli burada 10 volt gərginlik olacaq. Yəni V2 voltmetrinin göstəricisi 10 volt olmalıdır. Sualın doğru cavabı A variantı olar. Sağ olun, gələn izahlarda görüşərik.